İranın Rəzəvi Xorasan vilayətinin Məşhəd şəhərində etirazçılar Fəcr körpüsündən İran bayrağını indiriblər. Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Bu insident bir neçə gündür davam edən etirazlar fonunda baş verib. Etirazlar zamanı nümayişçilər İslam Respublikasının simvollarını, o cümlədən ali dini rəhbər Əli Xameneyinin şəkillərini və Qasım Süleymaninin heykəllərini yandırıblar. Etirazların 11-ci günü iqtisadi böhran və yaşayış sabitliyinin artıq xəbərdarlıq mərhələsini keçdiyi bir şəraitdə baş verib. Qiymətlərin sürətlə artması, milli valyutanın davamlı şəkildə dəyərdən düşməsi və cəmiyyətin böyük bir hissəsinin əsas tələbatlarını qarşılaya bilməməsi iqtisadi təzyiqi milyonlarla vətəndaş üçün gündəlik reallığa çevirib. Bu şəraitdə etirazlar artıq təkcə ayrı-ayrı hadisələrə emosional reaksiya deyil, həm də iqtisadi və inzibati siyasətləri olan ictimai etimadın uzun müddətli aşınmasının əksidir. اگه دقت کرده باشین سر پول فرد یک پرچم بزرگ زدن این فعلا که نسبت آمده پایین بیا ماشاءالله این خرچنگ لاشی خیلی اگه دقت کرده باشین سر پول فرد یک پرچم بزرگ زدن این فعلا که نسبت آمده پایین بیا ماشاءالله این خرچنگ لاشی خیلی زور رو سر ما بشن. Ukraynanı məğlub edə bilməmək, hansı ki, Rusiya əvvəldən ciddi qəbul etmirdi. Rus Patriot cəmiyyətinin özünə inamına ağır zərbə vurub. Məşhur Rus siyasi, strategi və keçmiş diktatorun nitq yazıcısı Abbas Qalyamov bunu öz blogunda yazır. Amerikanların parlaq uğuru Venezuelanı nümunə göstərərək xüsusi hərbi əməliyyatın nə demək olduğunu nümayiş etdirməsi Rusları həm adi insanları, həm də elitaları daha da ruhdan salır. Üstəlik, Amerikanların Karakasdakı uğuru Moskvanın son vaxtlar etdiyi və çox ağırlı səhvlərlə üst-üstə düşür. Moskva Kupianskinin ələ keçirildiyini sevinclə elan etmişdi, amma bu nəticəsiz qaldı. Qırmızı Ordu batalyonunun komandiri Kapustin öldürüldü deyildi, o sağ qaldı. Əgər buna Kremlin şikayətlərini də əlavə etsək ki, Ukraynalılar Putinin iqamətgahına atəş açmağa cəsarət ediblər, nə cəsarət deyirdilər, müharibə zamanı qərar mərkəzlərinə hücum etmək olar. Putinin şəxsi imicinə də ciddi zərbə deyil. Əsas səbəb eynidir. Trumpın müavinləri Rusiya tərəfinin illərlə qurduğu sistemin nümayəndələri
nümayəndələrindən daha effektiv olduqlarını sübut etdilər. Üstəlik, Maduronun Moskvanın ən önəmli müttəfiqi olması və Trumpın ona qarşı davranışı Moskvanın maraqlarına hörmətsizliyi və Vaşinqtona qarşı heç bir təsir gücünün olmadığını göstərdi. Bir il əvvəl Rusiya əsədi itirdi, sonra Amerikanlar İsraillə birlikdə İran ayətullahlarını məhv etdi və indi Maduro uğursuzluqlar artmaqda davam edir. Venezueladakı hadisələrin eyni dərəcədə, bəlkə də daha əhəmiyyətli nəticəsi isə elitaların Putinə münasibətində dəyişiklik olacaq. Baş verənləri nəzərdən keçirərək Rusiya prezidentinin yaxın çevrəsi indi belə qənaətə gələ bilər ki, əgər o tamamilə bacarıqsızlaşarsa, onu bir vaxt sonra devirməli olacaqlar. Məlum olduğu kimi, dekabrda Maduro Trumpın tələbinə etiraz edərək vəzifəsini tərk edib Türkiyəyə getmədi. İndi aydın oldu ki, bu Venezuela liderinin son şansı idi. O onu qaçırdı və Putin, hansı ki, savaşın sonuna çatmasına inadla qarşı çıxır və Trumpı getdikcə daha çox əsəbləşdirir. Onun daha rasional davrandığına əmin ola bilərik. Yoxsa bəlkə o da artıq şansını itirib. Belə olan halda onu Amerikalılara və ya Britaniyalılara təhvil verib. Qalan Rusiya elitası üçün normal şərtlərlə danışıqlar aparmaq daha yaxşı olmazdımı? Maduro öz ətrafına güvənirdi, amma həmin anda onun daxilində artıq bir sui-qəsd hazırlanırdı və Amerikanlarla gizli danışıqlar aparılırdı. Rusiya prezidentinin öz təhlükəsizliyinə qarşı inanılmaz həssas münasibəti nəzərə alınsa, onun şübhə səviyyəsi indi artacaq və bu da baş verənlərin vacib nəticəsidir. Sistemdə şübhə səviyyəsi nə qədər yüksəldirsə, onun işləməsi bir o qədər çətinləşir. Dəxili artıq insanların məlumata çıxışı məhdudlaşır. Hətta ən sadə qərarlar üçün tələb olunan təsdiq sayı artır. Qısacası, sistem get-gedə daha çox bürokratiləşir. Sanki onun mexanizmlərinə rum tökülür.